Yaxın Şərqdən gələn xəbərlər tez-tez müharibə ilə bağlıdır. Ya İsrail kimsə bombalayır, ya kimsə İsraili bombalayır. Görünür ki, bu konflikt əbədidir. Amma hər zaman belə olmayıb. Yəhudilər və ərəb xalqı əsrlərlə yanaşı yaşamış, bazarları və küçələri bölüşmüş. Üç şəhəri isə eyni zamanda üç din üçün müqəddəs yer olmuşdur. Bəs necə oldu ki, bugünkü vəziyyət yarandı? Niyə yəhudilər öz dövlətini itirdi? Siyonizm necə yarandı və niyə fələstinlilər hələ də öz torpaqlarından qovulur? Gəlin bunu birlikdə araşdıraq və bunun üçün ta qədimə səfər edək. Qədimdə yəhudilərin öz dövləti var idi. Lakin 1-ci əsrdə onların torpaqları Roma imperiyası tərəfindən fəth edildi. Başlanğıcda Romalılar onlara avtonomiya təklif edirdilər, amma imperatoru tanrı kimi tanımağı tələb edirdilər. Çox tanrıcı xalqlar üçün bu qəbul edilə bilərdi, amma yəhudilər üçün bu öz dinlərinə xəyanət sayılırdı. Gərginlik artdı və 66-cı ildə 1-ci Yəhudi üsyanı baş verdi. Üsyanın ilham vericiləri dini liderlər idi. Onlar inanırdılar ki, tanrı onların tərəfindədir. 70-ci ildə general Titus gələcək Roma imperatoru bu şəhərini zəbt etdi. İkinci məbəd Yəhudi xalqının ürəyi yandırıldı. Bu yəhudilər üçün sadəcə bir bina deyildi. Tanrı ilə əlaqələrin simvolu idi. Amma ümid sönmədi. 132-ci ildə Bar Kokba üsyanı baş verdi. Üsyanı Şimon Bar Kokba rəhbərlik edirdi. 3 il yəhudilər Roma ordusuna qarşı dayandılar, amma üsyan məğlub oldu. İmperator Adrian yəhudilərin xatirəsini silmək qərarına gəldi. Yəhudi torpaqları Filistin adlandırıldı. Güc şəhəri isə Elva Capitolina adlı Roma şəhərinə çevrildi. Yəhudilərin orada yaşamasına qadağa qoyuldu. Beləcə yəhudilərin dünyanın dörd bir tərəfinə səpələnməsi dövrü başladı. 7-ci əsrdə ərəb müsəlmanlar yaxın şərqə gəldilər və burada Güc şəhəri də daxil olmaqla Fələstin torpaqlarını fəth etdilər. İslamın yayılması ilə bölgədəki dini və sosial nizam da dəyişdi. Amma müəyyən prinsiplər həm yəhudilər, həm xristianlar üçün nisbətən müsbət oldu. İslam, xristianlıq və yəhudilik kimi İbrahimi dinlərdən törəyir. İbrahimi dinlərinin ortaq xüsusiyyəti Tanrıya iman və müqəddəs kitablar vasitəsilə ilahi mesajın yayılmasıdır. Əslində ərəb və yəhudilər minlərlə əvvəl eyni kökdən gəlirlər. Onların hər ikisi İbrahim peyğəmbərin övladlarıdır. İshaqdan Yəhudi xalqı, İsmaildən isə ərəblər törəmişdir. Yəhudilər və xristianlar İslamda kitab əhli hesab olunurdular. Onlara müsəlman cəmiyyətində müəyyən hüquqlar verilmişdir. Dinlərini sərbəst icra edə bilər, məbədlərində ibadət edə bilərdilər. Onlar əlavə vergi ödəyərək qorunurdular. Bu yanaşma onları qeyri-müsəlmanlardan fərqləndirirdi. Beləliklə, yəhudilər və xristianlar cəmiyyətin bir hissəsi kimi yaşaya bilirdilər. Bununla bağlı tarixi nümunələr də var. Misal üçün İspaniya 8-ci 10-cu əsrlərdə müsəlmanlar tərəfindən fəth olunmuşdu. Burada yəhudi izmaları əsrlərlə iqtisadi, elmi və mədəni həyatın bir hissəsi olaraq yaşayırdılar. Müsəlmanların hakimiyyəti zəifləyəndən sonra Reconquista yəhudiləri ya çıxarır, ya da zorla xristianlaşdırırdı. İslam üçün Güc şəhəri böyük əhəmiyyət daşıyır. Çünki Məhəmməd peyğəmbərin göyə yüksəlişi məhz burada baş verib. Bu hadisənin yerində Əl-Aqsa məscidi tikilmişdir. Yəhudilər üçün isə burada müqəddəs ikinci məbədin yeri və onun qalıqları yerləşir və gələcəkdə üçüncü məbədin tikilməsi arzusu da hələ də qalır. Xristianlar üçün isə Güc şəhəri İsa Məsihin doğulduğu və yaşadığı şəhərdir. Güc şəhəri əsrlər boyu müxtəlif dinlər üçün müqəddəs mərkəz olmuşdur. Bu torpaqlarda yan-yana yaşayan yəhudilər və ərəb müsəlmanları tarix boyunca bəzən əməkdaşlıq, bəzən isə gərginlik və qarşıdurma ilə yadda qalmışdılar. 19-cu əsr hər şey dəyişir. Avropada millətçilik dalğası yayılır. Fransızlar, almanlar, italyanlar milli miflər əsasında dövlət yaradırlar. Amma yəhudilərin dövləti yox idi. Yəhudilər köçdə yaşayıb hər yerdə antisemitizmə məruz qalırdılar. Rusiyada qırğınlar, Avropada isə yəhudi olmaq ittihamları onları qorxuya salırdı. Məşhur Dreyfus işi Fransada kapitan Alfred Dreyfusun əsassız olaraq cəsusluqda ittiham etməkləri və ona ömürlük həbs cəzası verməkləri onu göstərirdi ki, yəhudilər üçün
üçün Avropa təhlükəsiz yer deyil. Gənc jurnalist Theodor Herzl bunu görüb başa düşür ki, Yəhudilər Avropada yaşaya bilməyəcəklər və onlara öz dövlətini qurmaq çox vacibdir. 1896-cı ildə Theodor Herzl Yəhudi dövləti kitabını yazır və bu kitabda Siyonizm ideyasını irəli sürür. 1897-ci ildə isə Bazel şəhərində Siyonist konqresi keçirilir. Theodor Herzl gündəliyində yazır: Bazel şəhərində mən Yəhudi dövlətini yaratdım. 50 ildən sonra bunu hamı anlayacaq. 19-cu əsrin sonlarında 1-ci aliya, yəni Yəhudilərin kütləvi şəkildə Fələstin torpaqlarına köç etməsi baş tutdu. Minlərlə ailə Rusiyadan gəldi. Oradakı qırğınlardan qaçırdılar. Bir çox zəngin insanlar da bu köçdə Yəhudilərə kömək edirdi. Məsələn, Edmond de Rothschild, onun dəstəyi ilə ərəblərdən torpaqlar alınıb, yeni yaşayış yerləri qurulurdu. Yerli ərəb əhalisi bunu təhlükə kimi görürdü. Torpaqlar tədricən yeni gələnlərin əlinə keçirdi. 1-ci Dünya müharibəsindən sonra Osmanlı imperiyası parçalandı və Fələstin ərazisi Britaniya mandatı altına keçdi. Britaniyanın vəzifəsi bu ərazidə idarə etməni təmin etmək və həm ərəb, həm də Yəhudizmlərin maraqlarını tənzimləmək idi. Lakin əslində bu çox mürəkkəb bir vəziyyət idi. 1920-ci illərdə Fələstin ərazisinə Yəhudi köçləri sürətlə başladı. 1-ci aliya və 2-ci aliya ilə artıq minlərlə Yəhudi bu torpaqlara gəlib öz kəndlərini, şəhərlərini qururdular. Bu köçlər yerli ərəb icmalarında narazılıq yaratdı. Torpaqlar və iqtisadi imkanlar bölüşdürülürdü. Ərəb əhalisi Yəhudilərin artan təsirindən qorxurdu. 1930-cu illərdə Britaniya ərəb icmalarını sakitləşdirmək üçün Yəhudi köçünə bir sıra məhdudiyyətlər tətbiq etdi. Lakin bunlar effektiv olmadı. Daha böyük dönüş nöqtəsi isə Holokost oldu. 2-ci Dünya müharibəsi zamanı nasistlər Avropada Yəhudi xalqının 1/3-ni qırdı. Bu isə Siyonizm ideyasının Yəhudilər arasında daha da vacib olduğunu sübut etdi. 1947-ci ildə BMT Fələstinin iki dövləti bölünməsi planını qəbul etdi. Bir dövlət Yəhudilərə, bir dövlət isə ərəb əhalisinə. Yəhudi icması planı qəbul etdi. Ərəb dövlətləri isə rədd etdilər. 1948-ci ildə 14 may tarixində İsrail öz dövlətini elan etdi. İlk baş naziri David Ben-Gurion idi. Bu Yəhudi xalqı üçün uzun müddət gözlənilən tarixi an idi. Növbəti gün isə 15 may 1948-ci ildə 5 ərəb ölkəsi Misir, İordaniya, Livan, Suriya və İraq İsraili müharibə elan etdi. İsrail əsgərləri və yeni qurulmuş ordusu döyüşlərdə qalib gəldi. Lakin bu müharibə nəticəsində yüz minlərlə Fələstinli evlərini tərk etmək məcburiyyətində qaldı. İsrail dövləti həm də siyasi, diplomatik və hərbi cəhətdən formalaşmağa başladı. 1948-ci ildən sonra İsrail və ərəb ölkələri arasında bir sıra müharibələr baş verdi. 1956-cı ildə isə Süveyş krizisi İsrail, Misir və Britaniya arasında baş verdi. 1967-ci ildə isə 6 günlük müharibə İsrail qərb sahili, Şərqi Qüdsü, Qolan təpələrini və Sina yarımadasını nəzarət altına aldı. Bu müharibə İsrailin strateji mövqeyini möhkəmləndirdi, lakin Fələstinlilər üçün yeni problem yaratdı. Fələstin xalqının siyasi lideri Yasir Arafat 1964-cü ildə qurulan Fələstin Azadlığı Təşkilatı vasitəsilə xalqını müdafiə etdi və beynəlxalq aləmdə tanıtdı. Arafat həm silahlı mübarizəni, həm də diplomatiyanı birləşdirdi. 1979-cu ildə isə Misir İsrail ilə sülh müqaviləsi imzaladı. Bu müqavilə ilə Misir İsraili rəsmi olaraq tanıdı. Müasir dövrdə İsrail-Fələstin məsələsində çoxlu problemlər var. Birincisi 5,9 milyon qaçqın statusu. Onların 1,5 milyonu hələ də düşərgələrdə yaşayır və bir gün öz ata-baba torpaqlarına qayıtmaq ümidi ilə gözləyir. İkincisi, hər iki tərəfin paytaxtı hesab etdiyi və müqəddəs yerlərinə nəzarət uğrunda mübahisə davam etdiyi Qüdsün statusu hələ də mübahisə mövzusudur. Bəzi yəhudilər isə Məscid-ül Əl-Əqsədə 3-cü məbədin tikilməsini arzulayır. Üçüncüsü isə Qəzza sektorundakı humanitar vəziyyətdir. Bu ərazinin bərpası zəruridir. Bu gün Qəzzada baş verənlər sadəcə hərbi əməliyyat deyil. Bu böyük bir humanitar faciədir. İsrailin beynəlxalq hüquqa zidd olaraq apardığı yerüstü əməliyyatlar minlərlə günahsız insanın həyatını təhlükə altına atır. Uşaq və qadınların sığınacaqsız qalması, xəstəxanaların dağıdılması, insanları su və ərzaqdan məhrum edilməsi bütün dünyanı narahat etməlidir. Bu təkcə yaxın şərqin yox, bütün insanlığın vicdanına toxunan bir böhrandır. Əsrlər keçdi. Amma sual hələ də qalır. Sizcə iki xalq eyni torpaqda bölüşüb yanaşı yaşaya bilərmi?